Salam şagirdlər, bu videoda Güvən 8-dən Sınaq 14-ün bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxaq uşaqlar, Sınaq 14-də birinci sualdan. Bizə deyir ki, ABCD düzbucağının diaqonalları O nöqtəsində kəsişir. Uşaqlar, biz bilirik ki, düzbucağının diaqonalları bir nöqtədə kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. A, B, C, D. O nöqtəsində kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Deyir ki, BO 2x plus 1'dir. Bura 2x plus 1'dir. AO isə 3x minus 7'dir. 3x minus 7'dir. Bizə deyir ki, OD-ni tapın. Uşaqlar, biz bilirik ki, düzbucağının diaqonalları bir-birinə bərabərdir. Onda kəsişir və kəsişmə nöqtəsində yarıya bölünürsə, onda biz bilirik ki, 3x çıxaq 7, yəni AO tərəfi bərabərdir 2x plus 1'ə. Buradan x-i tapaq uşaqlar. Keçirsək bir tərəfə 3x çıxaq 2x bərabərdir 1 üstə gəl 7. X bərabərdə alırıq 8. İndi bizdən nə soruşur? O D məsafəsi. Gəlin hər hansı bir tərəfi tapaq. Tutaq ki, B10 tapaq. 2x plus 1 nə eləyəcək? 2 vuraq 8 üstə 1. X-i 8 tapmışıq axı. Eləyəcək 17. Deməli, bura 17. Bu da 17. Bu da 17. Bu da 17. Bizdən nəyə soruşur? O D məsafəsi. O D məsafəsi oldu 17 santimetr. Cavabımız olar A variantı. Sual 2-də. Radiusları 17 və 7 cm iki çevrə daxildən toxunur. Toxunmaz. Aha, daxildən toxunur. Birinin radiusu 7'dir uşaqlar. Digərininki isə 17'dir. Buradan bura qədər. Bir tərəfdən çəkək, toxunan kimi görsənməsi. Bunun da radiusu 17'dir. Aha. Bu çevrənin mərkəzləri arasındakı məsafəni tapın. Uşaqlar, biz bilirik ki, çevrənin mərkəzindən tərəfinə qədər olan məsafəyə deyirik radius. Bu oldu 17. Buradan həmçinin burada qədər olan məsafə nədir? 17'dir. Bunun mərkəzindən kiçik çevrənin bura qədər olan məsafə 7'dir. Düzdürmü? Həmçinin bu məsafə də 7'dir. Düzdür? İndi mən bütün bu məsafədən, yəni 17'dən, bax bu kiçik 7'ni çıxsam, bu mərkəzlər arasındakı məsafəni taparam. Doğrudurmu? Deməli, mərkəzlər arasında məsafəyə x deyək, tutaq ki, onlar x bərabərdir 17 çıxaq 7 bərabərdir 10 cm. Deməli, mərkəzlər arasındakı məsafə 7 cm-ə bərabər imiş. Daha doğrusu üzr istəyirəm, 10 cm-ə bərabər imiş. Cavabımız olar D variantı. Üçüncü sualda isə A və B ədədləri ardıcıl natural ədədlər olarsa, deməli A ilə B nəqd bilirik ki, natural ədədlərdir və ardıcıldırlar. Bizdən əkov A, B-ni soruşur. Uşaqlar, ardıcıl ədədlər qarşılıqlı sadə ədədlər deməkdir. Qarşılıqlı sadə ədədlərin isə əkovu onların hasilinə bərabərdir. A vuraq B-yə bərabərdir. Cavabımız B bəndə olar. Dördüncü sualda isə bizə verir 1 çıx 4'də 1 vuraq, 1 çıx 5'də 1 vur, 1 çıx 6'da 1 vur və belə davam edir. 1 çıx 12'də 1. İfadəsinin qiymətini hesablayın. Uşaqlar, baxaq birinciyə. Nə qalır? 4'də 3 vur, 5'də 4 vur, 6'da 5 vur. Ta ki belə davam edir. 12'də 11. Və bundan əvvəl 12'də 11'dən əvvəl var burada 11'də 10 vuraq, 12'də 11 sonuncuda. Yəni bu 12'də 11'dən, bunun axı cavabı 12'də 11 edir. Ondan əvvəl 11'də 10 var da, düzdürmü? Baxıram ki, bununla bu vurulanda ixtisar gedir. Bununla bu. Ta ki belə burada 10 ilə buradakı 10, buradakı 11 ilə buradakı 11. Qalır burada 12'də 1, burada da qalır 3. Hasilləyir 3 bölək 12, yəni 4'də 1. Cavabımız olar C bəndə. 5-ci sualda isə uşaqlar, ədəd oxu üzərində 3 ədədindən 12 vahid məsafədə yerləşən ədədlərin cəmini tapın.
Gəlin baxaq uşaqlar. Bu olsun 3 ədədi. Bundan 12 vahid sağa eləyəcək 12 üstə 3 15. 12 vahid sola 3 çıxaq 12 eləyəcək -9. İndi bizdən nəyi soruşur? Yerləşən ədədlərin cəmini. Yəni -9 ilə 15-in cəmini soruşur. O da eləyər 6. Cavabımız B bəndi. Sonra 6-cı sualda isə ABCD üçbucağında A, B, C üçbucağında AM, BN, bir də yəqin ki SK bəli. Bu da SK deyir ki medianlardır. Uşaqlar median qarşı tərəfi yarıya böldüyünü bilirik. Aha. Deyir CM haradır? CM 3'dür. Onda burada 3'dür. CM 5'dir. Onda bura 5'dirsə burada 5'dir. Və deyir BK 7'dir. Bura 7'dirsə bura 7'dir. Bizdən perimetr ABC'ni soruşur. Uşaqlar AC tərəfi nədir? 10. BC tərəfi 6. Bura isə 14. Deməli 10 üstə 6 üstə 14. Cavabımız olar 30 cm. Cavabımız olar C variantı. 7-ci sualda isə K-nın hansı qiymətində kx kvadratı üstə gələk 4x üstə gələk 6 bərabər 0. Təninin kökləri hasılı 3-ə bərabərdir. Uşaqlar təninin kökləri hasılı x1 vur x2-dir, o da 3-dür. Hansı halda? Gəlin çevrilmiş kvadrat tənliyə gətirək tənliyimizi. X kvadrat üstə gələk 4 bölək k dənə x üstə gələk 6 bölək k bərabərdir 0. İndi kökləri hasılı nədir? Budur. Sərbəst həll. Yəni 6-nı k-ya böləndə 3 edirsə, yəni kökləri hasil edirsə, onda k nəyə bərabərdir? 2-yə. Cavabımız oldu B. Necə tapdıq? Viet teoremi ilə. 8-ci sualda isə diametrləri 4 və 3 cm kiçik və xaricdən toxunur. Aha, diametrləri 3-dür. Deməli, bunun diametri 4-dür. Bunun isə diametri 3-dür. Aha. Deməli, radiusu bunun 2-dir. Bunun isə radiusu 1,5-dir. Bizə nə deyir? Bu cərəyan mərkəzlər arasındakı məsafəni tapın. Uşaqlar, buradan bura qədər olan məsafəni soruşur. 2 ilə 1,5-in cəmi. Eləyər 3,5 cm. Cavabımız B bəndi. Daha sonra 9-cu sualda isə paralelogramın bucaqlarından biri digərinin 50 dərəcə böyükdür. Deməli, biri x-sa, biri x plus 50-dir. Biz bilirik ki, bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcəyə bərabərdir. 2x bərabərdir 130, x bərabərdir 65. Deməli, biri 65, biri isə 115 dərəcəymiş. İndi bizdən nəyi soruşur? Paralelogramın kiçik bucağını tapın. Cavabımız C bəndi. 10-cu sualda deyir, aşağıdakı çoxluqlardan hansı digərləri ilə kəsişmir? Uşaqlar, bu QR kodu skanləyib bura qoya bilməyəcəm. O əlavə vaxt aparacaq deyil. Birbaşa cavablar üzərindən yoxlayacağım. Bilmirəm QR kodda nə verib, nə kimi açılışlar verib, yalançı olaram. Amma belə variantlarını yoxlayıb deyə bilərəm. Baxın, uşaqlar digərlə. Deyir ki, A çoxluğu 1, 3, 7-dir. B çoxluğu 2, 4, 5. C çoxluğunda 3, 6, 8. D-də isə 6, 7, 9. Diqqətlə baxın, uşaqlar. A variantında 3 var, C-də də 3 var. Eyni zamanda, deməli A ilə C kəsişəcək. Eyni zamanda C ilə D-də 6-lara görə kəsişəcək. Düzdürmü? Amma B variantında 2, 4, 5. Bu A, C, D-də olan ədədləri fikir verin. 9 ədədə. B-də olan 3 ədədlə, yəni 2, 4, 5 isə bu A, C, D-nin heç birində yoxdur. Deməli, B variantındakı cavabımız olacaq B. 2, 4, 5 ədədi digər variantlardakı heç bir variantda yoxdur. Ona görə bu ədədlər
digərləri kəsişməyəcək. Cavabımız olacaq B. İndi QR kodu açanda dəqiq görəcəksən. Mən belə görmürəm deyə şifahi dedim. 11-də isə uşaqlar ədəd 2-5 nisbətində 2 hissəyə bölünmüşdür. Tutaq ki, o ədəd hər hansı bir ədəddir. O 2K və 5K olaraq 2 hissəyə bölünüb. Kiçik hissə böyük hissədən neçə faiz azdır deyir. Tutaq ki, bu ədəd hər hansı X ədədidir. Düzdür? Deyir ki, kiçik hissə böyük hissədən neçə faiz azdır. Onda mən böyük hissədən çıxıram kiçik hissəni, bölürəm böyük hissəyə, vururam 100-ə. Bu mənə verir kiçik hissənin böyük hissədən nə qədər az olduğunu. Bu da eləyir 3K bölək 5K vura 100. İxtisar aparsaq, K'lar gedir bu his. Burada qalar 20, 3-də 20 vuranda 60% azdır. Cavabımız olar B bəndi. 12-də isə alfa bucağı ilə qonşu olan iki bucağın cəmi 200 olarsa. Uşaqlar baxın. Bu olsun alfa bucağı. Buna qonşu olan iki dənə bucağı. Bir budur, bir budur. Bu da olsun da ki beta, beta. Deyir ki bu iki bucağın cəmi 200. Onda onun biri nədir? 100. Düzdür? İndi bu da oldu 100, digər oldu 100. İndi bizə nə edir? Alfa bucağını tapın. İndi bu 100'ün qonşusu nə olar alfa? Yəni alfa ilə 100'ün cəmi 180 eləməlidirsə, yəni açıq bucaq verirsə, onda alfa 80 dərəcəyə bərabərdir. Cavabımız D variantı olar. 13-də isə uşaqlar hipotenuz 15 cm düz bucağı üst bucağın kiçik katet 9 olarsa, deməli hipotenuzu 15 olan düz bucağın kiçik katet 9 olarsa, böyük katetini tapın. Uşaqlar, hipotenuzun kvadratından katetin kvadratını çıxanda digər katetin kvadratını alırıq. Katetin kvadratı bərabərdir. Kvadratlar fərqi kimi yazdım bunu hasil şəkildə. 15 çıx 9. Bir də 15 üstə 9 kimi yazsam. Alaram burada. Üstə gələk 9. X-in kvadratı bərabərdir. 6 vuraq 24. Bu da neçədir? 144 deməkdir. Onda x bərabərdir 12'ye. Deməli, böyük katet 12 santimetrə bərabər imiş. Cavabımız C olar. 14-cü sualda isə diametrin ucları çevrəyə toxunan iki düz xəttdən diametrin ucları çevrəyə toxunan iki düz xəttdən deməli, qoy çevrəni çəkək. Bu olsun diametri. Deyir ki, indi bu diametrin deyir ucları, yəni bu hissələr çevrəyə toxunandır. Düz xəttdən deyir 6 və 8 cm məsafədədir. Çevrənin radiusunu tapın. Radius da burada, düzdürmü? Buradan bura nədir? Radiusdur. Uşaqlar, bu düzbucaqlı trapesiyandır burada. Baxın. Trapesiyanın oturacağı budur, böyük oturacağı. Kiçik oturacağı budur. Bu da onun orta xəttidir, radius. Deməli, radius nəyə bərabərdir? Yəni, orta xətt. Oturacaqların cəminin yarısına. Yəni, 14 2'ye bölündə 7. Cavabımız olar 7 cm məsafədir. Radiusumuz oldu D variantı. 15'də isə uşaqlar, aşağıdakı kəsirlərdən hansı 3'də 2 kəsirə 6'da 5 kəsirin arasında yerləşir? Uşaqlar, 3'də 2 ilə 6'da 5'i görək 3'də 2'ni 6'da 4 kimi yaza bilərik. 6'da 4 ilə 6'da 5 kəsirinin arasında bax, bu kəsirin arasında hansı ədədlər var? Hansı kəsir var? Gəlin baxaq. 6'nı bıraq 2'yə, eləsin 12'də, 8 böləcək, 12'də 10 böləcək. Deməli, 12'də 10 var. Aha, yox, uşaqlar buna ehtiyac yoxdur. Kəsir başqa cür verib, üzrlə hesab edin. Cavablara baxmadım. Deməli, bizə 3'də 2 verib, bir də 6'da 5 verib. Deyir, bu kəsirlər arasında hər hansı bir kəsir var ki, siz bunu tapın. Və cavabda verilən hər birinin sürətini verib 10. Deməli, mən bu 2-dən verilmiş kəsirin ikisinin də sürətini 10'a gətirəcəm.
Sürətin 10-a gətirmək üçün 3-də 2-ni nəyə vurmalıyam? Sürətin də 2-yə, daha doğrusu sürətin də 5-ə, məxrəcin də 5-ə. Ləcək 10 bölək 15. Kiçikdir x-dan kiçikdir. Burada isə 6-da 5 gətirin, sürətin də 2-yə, məxrəcin də 2-yə. 10 bölək 12. Deməli, həmin verilmiş ədəd, daha doğrusu kəsir, rasional ifadə, harda yerləşəcək? 15-də 10 ilə 12-də 10-un arasında. Deməli, həmin kəsirin sürəti 10 eləyəcək. Məxrəci ilə 15 ilə 12-nin arasında olacaq. Yəni, 13-də 10. Cavabımız A variantı olar. Deməli, 16-cı suala baxaq. Radiuslar nisbəti 2-nin 5-i olan iki konsentrik çevrə arasında qalan halqanın qalınlığı 21-dir. Uşaqlar, baxın, 2 dənə konsentrik çevrə çəkirəm. Bu oldu mən konsentrik çevrəm. Radiuslar nisbəti bu olsun kiçik radius, bu olsun böyük radius. Düzdür? Kiçik radiusun böyük radiusa nisbəti deyir neçədir? 2-nin 5-ədir. Onda kiçik radiusa mən 2K, böyük radiusa isə 5K deyə bilərəm. Və mən bu 5K-dan bu kiçik bu radiusu çıxsam, bu kəsiyi taparam, düzdürmü? Deməli, mən 5K-dan, yəni böyük radiusdan kiçik radiusu çıxıram, tapıram 3K. Bu da deyir 21-dir. Buradan K-nı tapıram 21 bölü 3, 7 cm. Düzdürmü? Deyir ki, qalan halqanın qalan 20 cm. Kiçik çevrənin radiusunu tapın. İndi K-nı tapdım 7. Kiçik çevrəmizin radiusu nə olar? 2K-da, düzdürmü? Onda kiçik çevrənin radiusu 2 vur 7. 14 cm imiş. Cavabımız olar D variantı. 17-ci sualda isə bizə deyir ki, 20 ədədin 18%-ni tapın. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Bu da bizə verir neçə? 3,6. Cavabımız B bənd. 18-də isə üçbucağın iki tərəfi 3 və 7 olarsa 3 plus olsun 7 olarsa aşağıdakılar hansı üçüncü tərəf ola bilməz? Üçüncü tərəf olsun x. Uşaqlar, üçbucaq bərabərisinə görə bilirik ki, üçbucağın üçüncü tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqinin modulundan isə böyük olmalıdır. Deməli, üçüncü tərəf 4 ilə onun arasında olmalıdır. Bizə deyir, üçüncü tərəfi ola bilməz, deməli 4 ilə ondan kənardır. Neçə ola bilməz? 2. Cavabımız olar A variantı. Əgər bura 2 yazsaq, bu bərabərsizlik ödəmir və cavabımız. Növbəti 19-cu sualda isə perimetri 36 cm bərabər trapesiyanın, deməli, perimetri 36 olan bərabər yanlı trapesiya çəkirik. Yan tərəfi orta xəttinə bərabərdir. Yan tərəfi orta xəttinə bərabər. Bura A-dırsa, burada A-dırsa, burada A-dır. Nə gözəl. Trapesiyanın orta xəttini tapın. Elə bizdən belə deyək, A-nı sorur. Uşaqlar, biz bilirik, bura X, bura Y olsa, perimetri nə bilirik? Perimetr olacaq A üstə A, üstə X, üstə Y. Düzdür? Bu. Mən bilirəm ki, bu A, yəni orta xəttdəki A bərabər nəyə? X ilə Y-in, yəni oturacaqların cəminin yarısına. Deməli, oturacaqların cəmini eləyər, buradan tapırıq 2A bərabərdir X üstə Y. 2A X üstə Y gətirib burada yerinə qoyuram. Bu perimetrdir daxı. Deməli, A plus bu X üstə Y-in əvəzinə yazaram buradakı 2A. Bu bizə verməlidir 36, yəni perimetri. 4A 36-dırsa, onda A-nı tapıram 9 cm. Bu A tərəfdir. Həm də nədir? Orta xətt. Bizə də orta xətt soruşur. Cavabımız olar A variantı. 20-ci sualda isə modulda -5,7 çıxaq, modulda -2,3 üstə gələk modulda 1,6 bərabər 5,7 çıxaq 2,3 üstə gələk 1,6 bərabər. Tapaq uşaqlar. Qalır neçə? 3,3 daha doğrusu 3,4 üstə gələk 1,6 deyir 5. Cavabımız A variantı. Bilirik də moduldan hər zaman müsbət çıxır. 21-də isə 21-də bizə verib nə?
Deməli, bir iti bucaq verib və iti bucağın daxilindən keçən bir şua verib. BAKS. Deməli, BAS bucağın K düz xətti bölür. Tən böləndir. Deyir ki, BAS bucağının tən böləni K olarsa, X-i tap. Bizdən X bucağını soruşur. Bizə verib ki, bircə böyüdək. 3x minus 10 buradır. X plus 12 buradır. Uşaqlar, biz bilirik ki, 3x çıxaq 10 ilə x plus 12 bərabərdir. Niyə? Çünki tən böləndilər. AK şuası tən böləndi ona görə. Buradan alırıq 2x bərabərdir 22, x bərabərdir 11 dərəcə. Bizdən nə soruşur? X tapın. Cavabımız olar B variantı. Baxaq uşaqlar 22-ci suala. Perimetr 36 cm olan bərabərli ABC üstbucağında deyir AB BC-yə bərabər və 13 cm-dirlər. 26, onda burada 10'dur da, düzdürmü? Deyir ki, ABC MNY-yə bərabər olsa MY-ni tap. Uşaqlar, bir dənə MNY üçbucağımız da var. MNY və ABC deyir ki, üçbucaq ABC kollineardır üçbucaq MNY-yə. Yəni, burada 13'dür, burada 13'dür, burada 10'dur. Bizdən nəyə soruşur? MY-ni tapın. MY tərəf olacaq 10 cm. Uşaqlar, onu hardan tapdın? Perimetr bütöv ABC-nin cəmidir. Düzdür, 13-də 13-də x, yəni AC tərəf. Cəmi 36-dırsa, 36-dan çıxdım 13 cm cəmi. Tapdım 10 cm. Deməli, AC 10-sa, MY də ona bərabərdir. Cəmimiz oldu uşaqlar B bəndi. Daha sonra 23-də isə deyir x-lə y-in cəmi 6-dır. X-lə y-in hasili isə 4-dür. Bizdən x kvadratı üstəgəl y kvadratı üstəgəl x-in kubu üstəgəl y-in kubu cəmini tapın. Uşaqlar, nə edirik? Bunu yazıram x üstəgəl y-in mötərizəsinin kvadratı çıxaq 2x y. Üstəgələk. Bunu isə yazıram x üstəgəl y vuraq. X-in kvadratı çıxaq x y üstəgələ y-in kvadratı şəklində yazıram. Bərabərdir. Bunu yazıram, olduğu kimi saxlayayım hələ ki. Lazım olacaq mənə. Üstəgələk. X üstəgəl y-inə vuraq. Burada bununla bunu yazıram. X üstəgəl y-in mötərizəsinin kvadratı çıxaq 2x y. Çıxaq biri də burada. Yazdım çıxaq 3x y. Bərabərdir. İndi x üstə y-in harda x üstə y görsəm 6 deyəcəm. Harda x vura y görsəm 4 deyəcəm. Deməli, buradan davam edirəm. X üstə y-in kvadratı, yəni 6-nın kvadratı çıxaq 2 vuraq 4. Üstə gələk 6 vuraq. 6-nın kvadratı çıxaq 3 vuraq 4. Bərabərdir. 36 çıxaq 8. Üstə gələk 6 vuraq. 36-dan 12 çıxanda deyər 24 bərabərdir. Deməli, 36-dan 8 çıxdıq. Neçə elədi? 28. Üstə gələk 144. Bu da eləyər. Son 2. 1 yadda. 7, 1. 172. Cavabımız olar şaha. 172. 24-də isə daxili bucaqları 3, 4, 5, 6 nisbətində olan 4 bucağının 2 daxili bucaqlarının tənbölünün arasındakı kör bucağın dərəcə ölçüsünü tapın. Deməli, 3K üstə gəl 4K üstə 5K üstə 6K nədir? 4 bucağının daxili bucaqlarının cəmi 360 dərəcəyə bərabərdir. Buradan tapırıq 18K bərabərdir 360, K bərabərdir 20 dərəcə. İndi bizə nə deyir? Nisbətində olan 4 bucağının iti daxili bucağı. İti bucaqları hansıdır? 3K'sı 60'dır. 80'dir. Bunlar ikisi də 100, 120. Bunlar kördür. Deməli, hər hansı bir 4 bucaqlı verib bizə.
Bu uşaqlar 60'dır, bu 80'dir, bu 100'dür, bu da 120'dir. Tapdıq da, düzdür, bu 100'dür, bu da 120'dir. Aha. Deyir ki, nisbətində olan dördbucağının iti daxili bucağın təm bölənləri bunun təm bölənləri, tutaq təm bölənləri arasındakı körbucağı bunu soruşur. Uşaqlar 60'ın təm bölsəyi bura 30 verər, bunu da 80 bölsə bura 40 verər. 30 40-dırsa bura neçə olar? Deməli 30 plus 40 plus alfa desək bura bərabərdir 180-dirsə, onda alfa bərabərdir 110 dərəcə olar. Deməli, iti daxili bucaqların təm bölənləri arasındakı kör bucağın dərəcə ölçüsü 110 dərəcəyə bərabər imiş. Cavabımız 110 dərəcə olar. 25-ci sualda isə bizə verib kx kvadratı çıxaq 5x üstə gələk k plus 2 bərabərdir 0. Kvadrat tənliyin köklərinin hasili 3 olarsa, x1 vur x2 3 olarsa, köklərinin kvadratları cəmini tapın. Yəni x1-in kvadratı üstə gəl, x2-nin kvadratını tapın. Nə gözəl. Baxaq uşaqlar, gəlin bunu çevrilmiş kvadrat tənliyə gətirək. X kvadratı çıxaq 5 bölək k dənə x üstə gələk k plus 2 böl k dənə k daha doğrusu bərabərdir 0. İndi diqqət edirik. x1 vur x2 3'ə bərabər, düzdür? Nə? Yəni bu. Yəni k plus 2 bölək k bərabərdir 3-dürsə, burada bölsəm, alıram 1 üstə gələk 2 bölək k bərabər 3-dürsə, 2 bölək k bərabərdir 2-dirsə, onda k bərabərdir 1-ə. K-nı tapdıq. Onda kvadrat tənliyi çevirmişik. K-nı yenə 1 qoyub ala bilərik. Yazıram x kvadrat çıxaq olur 5x, 1-i yerinə qoyuram da. Üstə gələk 3 bərabər 0. Deməli, kvadrat tənliyimiz bu formadaymış. İndi bizə deyir ki, köklərinin kvadratları cəmini soruşur. İndi uşaqlar, x1-in kvadratı üstə gəl, x2-nin kvadratını bizdən soruşur. Bunu x1 üstə x2-nin mötərizəsinin kvadratı çıxaq 2 dənə x1, x2 yazıram. Bərabər. x1 üstə x2 nədir? 5'dir. Kvadratı eləyəcək 5'in kvadratı çıxaq 2 vur. x1, x2 də vermişdi bizə ki 3'dür. Və yaxud burada da 3 donsuz. Bura 3. 25 çıxaq 6 eləyir 19. Cavabımız olar uşaqlar 19. Bu qədər uşaqlar. Növbəti videoda görüşərik. Allah amanında. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın uşaqlar. Sağ olun.